Son zamanlar ölkəmizə, xalqımıza, keçmişimizə, mənəvi dəyərlərimizə qarşı daxili və xarici təsirlər çoxalıb. Bunları maliyyələşdirən də bildiyimiz kimi gözü götürməyən, bizi istəməyən ermənilər, farslar və ruslardır. Onlar Azərbaycan xalqının qüdrətlənməsini, müstəqilliyini qəbul edə bilmirlər, həzm edə bilmirlər. Ona görə də təxribatlara əl atırlar. Əvvəllər təkcə etnik qrupları qaldırmaq istəyirdilər. Talışlar, ləzgilər, tatlar və s. Gördülər alınmır. Sonra talışlarla tatları birləşdirdilər ki, bunların kökü eynidir. Buradan da bir murad hasıl olmadı. Bu xalqların ağıllı nümayəndələri başa düşdülər və başa saldılar ki, belə şey yoxdur. Və indi çox maraqlı bir fakt qarşıma çıxıb ki, talışları zazalarla birləşdiriblər. Sən demə, Midyada bunlar yaşayırmışlar, talışlar, Zaza kimdir? Zazanın bizə nə dəxli var? Zaza Türkiyədə yaşayırlar və Gürcüstanda yaşayırlar. Bunların Azərbaycan xalqının heç bir əlaqəsi yoxdur. Əsasən də Midya ilə. Midya yardımlı ərazisidir. Ərdəbillə Xəzər dənizi arasındadır və əsasən yardımlı rayon həyata düşür. Və bu Midyalılarda Mağlar nəslidir. Pirlər, Seyidlər nəslidir. Möcüzə göstərən müqəddəslər nəslidir. Bunları başqa xalqlarla qarışdırmaq olmaz, bunların tarixini oğurlamaq mümkün deyil. Bunlar göy insanların nəslidir. Bunlar ilk yaradılmış insanların nəslidir. Bunları sən tarixi necə oğurlaya bilərsən? Sən demə Deyləmilər, Midyalılar, Fars dili Zazalar talışlarmış, bizim xəbərimiz yox. Bir nəfər də olsun bunlara deyən varmı ki, axı bu ərazidə heç vaxt Azəri türkçəsindən başqa heç bir dildə danışılmayıb və danışıla da bilməz. Çünki bura müqəddəslər elidir, kaduslar elidir. Kadus, Kuddus, Əqdəs bu müqəddəs deməkdir. Müqəddəs ilahla vəhdətə nail olanlara deyilir. Azərbaycan əsəbəclərinin banisi Niftalı Amon sufizmin bəqa fazasında ilahla vəhdətə nail olur. Və ilahdan el ilah, Allah yaradır. Bu Allahın başqa adı Yaşar el kimi gedir Tövratda. Bu Azər eli deməkdir. Bəlk sufi məqamında, sufi bəqa fazasında Azər Allahını yaradır. Təsəvvür edirsiniz? Və bu Azəri pirlərinin əzdadlarıdır. Azəri pirləridir, seyidlərdir. Bunlar adi insan deyil. Bunlar mənbələrdə göy insanı adlanır. Göy türkləri adlanır. İki cür insan yaradılır. Göy insanın göy türkləri, Azəri pirləri, Azərilər və adi insanlar, yer insanları. Adi yer insanlarını bu göy insanları yaradır. Sən göy insanlarının tarixini necə oğraya bilərsən? Sən axı heç başa düşmürsən də, sən heç bilmirsən də, sən heç nə bilmirsən. Və bu halda hansı ağılla sən gəlib Azəri türklərinin, Azərilərin müqəddəs ocağına niyə durmaq istəyirsən? Buranın tarixini özünləşdirmək istəyirsən. Belə şey olar. Sənin ağlın çatar mı buna? Bu göy insanların özünün vahid dili olub. Tövratda bu gedir ilk insanların vahid səfa dili. Səfa dil deməkdir. Bu sufizm deməkdir. Sən sufizmin əsl mahiyyətini bilirsən. Əsl mahiyyətin xəbərin varmı? Sən heç nə bilmirsən. Və sən necə hansı ağılla ağrını qaçmaq istəyirsən? Bəzi insanlar da onlara inanır, başlayır özlərin böyük adam saymağa, bizim tarixim, Azəri türklərinin tarixini oğramaq istəyir. Sən tarixi oxuya bilməzsən, sənin ağlın çatmaz. Bu ilk insanların ilk vahid dilidir, səfa dilidir, bu quş dilidir. Süleyman Peyğəmbərin quş dilidir. Bu ledun elmidir. Bu ezoterizmdir, germetizmdir. Bunu ancaq biz bilirik. Bu xalqın törəmələri, varisləri, o varis bizik. Azəri pirləri, Azəri bəyləri. Və bütün qədim dillərdə, fəlsəfələrdə, dinlərdə Allah mənasını verir. İranlar buna Baqa deyib, Ruslar Bog deyib. Bu bəc deməkdir. Yahudilər Yahve, Yegova deyəndə nəzərdə tutublar. Farslar Kavi nəsli deyəndə Yaqub nəslini nəzərdə tutublar. Bu da bizik, Azəri pirləridir. Gilad bəyləridir. Gilad İsmailləridir. Tövratda bu Gilad İsmailləri gedir. Sən bu İsmaillərin tarixini oxuya bilərsən, sənin ağlın çatar. Hansı məntiqlə sən belə şeylər atırsan ortalığa? Mən dəhşətə gəlirəm, valla. Bizim bu insanlar Azərbaycan xalqını parçalamaq üçün nələrə ləsmurlar? Təbii ki, bunlar mümkün olmayacaq. İstənilən halda bunlara cavab verilməli. Bunlar hamısı Gilad İsmaillərin elmidir. İsmailin natiqlərinin elmidir. Natiq danışan Quran deməkdir. Və o, bütün Quranda yazılanların əsl batini mənalarını bilir.
İslamda Baqiyyətullah dedikdə bəlk Ayətullah nəzərdə tutulur. Bu bəlklər Azəri bəyləridir, Seyid bəyləridir, Xəzər Türk bəyləridir. Bunlar hamısı bizim elimizdir. Bunu bizdən başqa heç kim dərk edə bilməz. Ona görə Azərbaycan xalqının tarixini oğramaq istəyən cahillərə bildirmək istəyirəm ki, özünüzü yormayın. Siz heç vaxt Azəri türklərinin tarixini oğraya bilməzsiniz. Azərbaycan tarixini oğraya bilməzsiniz. Bu Allahların, pirlərin, seyidlərin, bəylərin tarixidir. Bu adi insanların tarixi deyil. Sizi adi insanları bunlar yaradıblar. Yaradılmış, yaradanın sizi dərk edə bilməz. Ona görə özünüzü yormayın, xeyri yox. Azərbaycan dünyanın ən qədim xalqıdır. İlk yaradılmış xalqdır. Bunun özünün vahid dili var. Buna sufizm deyirlər, bu Azəri dilidir. Tövrat kitabının başqa adı Azəri kitabıdır, Qutab Aşuru kimi gedir. Tövrat Azəri pirlərinin kitabıdır. Yaqub Azəri pirlərinin əcdadıdır. Biz İbrahim Peyğəmbərin nəsliyik. Bizim əcdadımız başlayır Enkidən, Ənkədən, onun oğlu Azər, onun oğlu İbrahim, onun oğlu İsmail. Biz İsmaillərik. Bizə Qacar şahlar nəslidir. Qacar Həzər sözüdür. İsmaillərin bir adıdır. Biz əsilzadələr nəsliyik. Sən necə Azərbaycan xalqının tarixini oxuya bilərsən? Hansı ki heç nə bilmirsən. Sən heç bir cümləsinin mənasını bilmirsən. Sən Qurandan, qədim yazılarda yazılan bir sözün batini mənasını bilmirsən. Sən necə bu tarixiyə çıxmaq istəyirsən? Ortalığı cürbəcür ağla gələn cəfəng sözlər atırsan, ideyalar atırsan. Azərbaycan Atabəklər ailəsinin yurdudur. Atabəklər Xelat Atabəkləri adlanır. Xelat qədim mənbələrdə eyni zamanda Xaldeya kimi gedir. Ən qədim mənbələrdə Xaldeya Xaldeylər dedikdə Xeratlılar nəzərdə tutulur. Azəri pirləri nəzərdə tutulur. Seyidlər nəzərdə tutulur, bəylər nəzərdə tutulur. Bunun tarixini oğrama mümkün deyil. Mümkün deyil. Tövratda bunlar Xelat İsmailləri gedir, Gelad İsmailləri gedir. Gelad Allahın yurdudur. Əhd-i Ətiqdə Allah deyir, mənim Geladım. Allah Gelad elinə mənim Geladım deyir. Gelad gel eli deməkdir. Gel de o, gel Allah'ın eli deməkdir. Bu qədim Allahlar yurdudur. Və məhz burada Azəri pirləri cənnət yaradır. Xelat cənnəti Quranda Xüd cənnəti kimi gedir. Xellə Xüd eyni sözdür. Xüd cənnəti Azərbaycan Atabəklər yurdunda yaradılıb. Azərbaycanda yaradılıb. Yardım ərazisində yaradılıb. Bu ruhlar dünyasıdır. Qədim Misir yazılarında bu gedir. Asirisin ölüm şahlığı. Asirisin başqa adı Azərdir, Asardır, Aşşurdur. Siz heç nə bilməyə cürbəcür fikirlər atırsınız. Azərbaycan xalqının böyük bədbaxtlığı ondadır ki, Azərbaycanın bugünkü ziyalıları Allahdan dönüblər. Onlar həqiqət maraqlandırmır. Onlar deyir ki, mən demişəm, belədir, belədir. Onlara 50 dəfə başa sal, riyazi təfəkkürə malik insan, məsələni düz həll edə bilməyəndə, sən düzgün həllini göstərirsən, o başa düşür, o başa düşür, harada səhv ediyini də başa düşür. Və başa düşür ki, o səhv edeyim. Və artıq o səhv eləməz. Azərbaycanın ziyalıların, tarixlərinin, filosoflarının cahilliyi ondadır ki, vətəni Azərbaycan xalqına xəyanətli deyərdim ona. Ondadır ki, onlar görə ki, bunlar düz yolda deyirlər. Onlar görə ki, mən düz deyirəm. Həqiqət demirlər. Çünki bunlar professorlar, böyük vəzifə sahibidirlər, böyük titullar alıblar. Bunlar Azərbaycan xalqı tarixi maraqlandırır. Və bunun nəticəsidir ki, mənim dediklərim qəbul olunmuyor. Baxmayaraq ki, mənim kitablarımın 33-34 yaşı var. Mən Batini Quran kitabını 2008'de yazmışam. Orada bütün bunların hamısını açmışam. Ondan sonra 300'dən 7000 kitab və 100'lərlə məqalə yazmışam. 300'dən çox 400 yaxın məqalə yazmışam. Və bunların içində hamısını göstərmişəm. Sadəcə dinmirlər. Və buna görə də bunların susqun nəticəsidir ki, başqa adi etnik qruplar və s. Azərbaycan xalqını istəməyənlər cürbəcür ideyalar ortalığa atır. Və bunlar ona cavab verə bilmirlər. Cavab verə bilməzlər də. Çünki bu zahiri elm deyil, bu batini elmdir. Bunlar batinlərə aiddir, İsmaillərə aiddir. Onlar ancaq zahiri mənaları başa düşürlər, hərfi mənaları başa düşürlər. Hərfi mənalarsa cəvəngiyyatdır. İstəyir Tövrat olsun, istəyir Quran olsun, istəyir qədim yazılı, istənilən tarix kitabları olsun, Herodot olsun, Əflatun olsun. Bunların hamısının batini mənaları var. Bunlar bunu bilmirlər. Ona görə də qəbul etmirlər. Faktik olaraq Azərbaycan xalqının gələcəyin,
bunlar öz mənafələrinə qurban verirlər. Şükürsüz. Bu böyük faciədir. Bu xalq üçün ən böyük faciədir. Əgər xalqın ziyalısı yalnız özün güdürsə, öz mənafeyin güdürsə, bu xalq üçün böyük günah və faciədir, bədbəxtçılıqdır. Və bugün biz doğrudan da faciə içindəyik. Bütün ölkələrin padişahları Azərilər olub, Azəri təbəələrin nəsil törəmələri olub. İstəyir İran şahları olsun, istəyir Türkiyə padişahları olsun, istəyir Avropa şahları olsun. Hamısı Azərilərdir. Hamısı gel oğullarıdır. Gel ilah deməkdir sufi məntiqində. Bunlar hamısı ilah oğullarıdır. İlahla vəhdətdən yaranmış insanlardır. Göyt insanlardır, göy türkləridir. Bunların tarixini oğurlamaq mümkün deyil. İran şahları hamısı bunlardır. Kəyan taxtının sahibləri Gilan şahları kimi gedir. Bunlar da Azərbaycan Atabəklər ailəsidir. Bunlar da Ərənşahlar nəslidir. Gelarkuni bəyləridir. Bizlərik. Gelarkuni Allahın kün əmri ilə yaradılmış Gilar bəyləri deməkdir. Quranda kün əmri ilə Adəm, bir də İsa Peyğəmbər yaradılır. Bütün insanlar, bütün müqəddəslər, bütün pirlər bu nəsildir. Mən bunlar haqqında məqalə yazmışam. Bunlar Yaqub oğullarıdır. Yaqub və Rahil oğullarıdır. Rahil oğulları bunlardır. Şüksüz. Bütün seçilmişlər bunlardır. Seçilmiş ne deməkdir? Allah bir grup insanı, yani Azəri pirlərini seçib, özünə qulluq üçün. Göydə yaratdığı cənnətə qulluq üçün. Xelat göylərində yaratdığı xud cənnətə qulluq üçün. Seçilmiş bu qulluq edənlərdir. Bu qulluqçuların əsas vəzifələri 1000 illər boyu vaxtında qurban kəsmək. Göydəki ruhlar dünyasının var olması üçün müxtəlif rituallar yerinə yetirilməkdir. Bunlara seçilmişlər deyilir. Allah bunları ona görə seçib ki, özünə qulluq etsin. Onu qayda qanunları insanlara başa salsın. Bu bizlərik. Gilar bəyləridir. Biz seçilmişlər. Və seçilmişlər İslamda əhl-i beyt kimi gedir. Beyt sözü Beytullah mənasındadır. Allahın beyti mənasındadır. Allahın beyti də bilavasitə Gilarda yaradılmışdır. Şüksüz. Əhl-i beyt bizlərə deyiblər. Azəri pirlərinə, bəylərinə, seyidlərinə deyiblər. Bundan başqa heç kim Əhl-i beyt sözünə yə dura bilməz. Əhl-i beyt bizlərik. Əhl-i beyt Allahın beytinə qulluq edən pirlərdir. Seyidlər, bəylər, şıxlar nəslidir. Bunu bir dəfəli bilmək lazımdır. Kəyan taxtın sahibləri də bizik. Bütün padişahlar, imperatorlar, xanlar hamısı Azərilər olub. Çünki bu dünyada Allahla vəhdətdə olmayan, ilahla vəhdətdə olmayan insan şahlıq edə bilməz. Onu bir günə çevirərlər. Bütün insanlar bunlardan qorxub. Çünki bunlar pirlərdir. Bunlar sözlə təbiətə təsir edə bilirlər. Onlara kim nə etmək istəsə 3 gün, 5 gün qabaq ölməli idi. Və bu məntiq deməli Xızırla Musa Peyğəmbərin görüşündə qeyd olunur. Onlar hovuz başında görüşürlər. Orada o dirili suyun başında görüşürlər. Və orada insanlar rəvayətdə nəzərə çatdırılır ki, kim əgər gələcəkdə bir mənfi iş görəcəkdirsə, Əhl-i beytə qarşı, bunlar bir gün qabaq ölürlər. Bir neçə ay qabaq ölürlər. Bunlar heç doğurmurlar. Bütün bu dünyanı Allah idarə eləyir. Allah dediyimiz adi bir mücərrəd bir varlıq deyil. Allah dediyimiz ilahla vəhdətə nail olmuş ruhdur. Məkdüz Əmanın ruhu, Niftalı Əmanın ruhudur. Bu ruh bu gün də sağdır. Xızır Peyğəmbər dedikdə bilavasitə bu nəzərdə tutulur. Xızır sözü hu Azər deməkdir, ilahi Azər deməkdir, Asiris Allahı deməkdir. Və bu bizim cəddimiz Məşdüz Əmanın bir adıdır. Məhz o göydə ölümsüzlük qazanır. Məhz o dünyanı idarə edir. Padişahlar nəsli vasitəsilə idarə edir. Bunu bir dəfəlik başa düşmək lazımdır. Bütün tarixin sahibi bizik, Azəri pirləridir. Biz qədim mənbələrdə zamanı qabaqlamış, tam xoşbəxtliyə çatmış deyiləmi türklər adlanırıq. Deyiləmlər bizik, o türklər bizik. Biz zamanı qabaqlayıb göydə ruhlar dünyası yaratmışıq, insan yaratmışıq. Göydə ilahdan el yaratmışıq, el ilah yaratmışıq. Bunları insanlar bilmirlər. Adi insanlar, bir Azərilər bilmirlər. Bu özü böyük faciədir. Mən nə qədər danışıram da səs yoxdur. Çünki bir qrup insana sərf eləmir. Və bunun da nəticəsində gördüyümüz şərait yaranır. Bütün bunların əsas səbəbi odur ki, bütün qədim yazılar rəmzlərlə yazılmışdır. Sufi məntiqini yazılmışdır. Biz tərəfdən yazılmışdır.
Azəri pirlərinin, seyidlərin törəmələri tərəfindən yazılmışdır və quş dili məntiqi ilə yazılmışdır. Ona görə də adi insanlar bunu bugünə qədər dərk etməmişlər. Onun ki, bu səviyyəyə gəlib çıxıb, hərə özü bir ali millət sayır, ali xalq sayır, bizim tariximizi, Azərbaycan tarixini yiyə durmaq istəyir. Onlar dərk etmirlər ki, sən o yazıların əsl mahiyyətini bilmirsən. Sən ümumiyyətlə orada söhbətin nədən getdiyini dərk etmirsən. Sən onu uğurlaya bilməzsən. İmam Əli demişdir, elm bir nöqtə idi, cahillər onu çoxaltdılar. Bu bir nöqtə olan elm, nöqtə ağası adlandıran xalqa aiddir. Nöqtə ağası qədim mənbələrdə bilavasitə cəlahirlərə, yəni Gilar bəylərinə aid olur. Bizə nöqtə ağası deyiblər. Biz Gilar bəylərinə, cəlahirlərə nöqtə ağası deyiblər. Çünki son nöqtəni biz qoyuruq. Çünki əsl mahiyyəti biz bilirik. Bizdən başqa heç kim bizim yazdıqlarımızın əsl mahiyyətini dərk edə bilməz. Söz. Ona görə bu dinlərin, fəlsəfələrin, tarixlərin hamısının əsl mahiyyətini yalnız biz bilirik. Biz də, mən də bu xalqın bir nümayəndəsi kimi bütün bunların hamısını açıq yazmışam. Kitablarda açıq yazmışam.